Bak burada ne yazılmıştı? Yok, burada ne yazılmıştı? Sıfır tullantı, düz değil. Ama yeni bir kursu başladı. Bu tullantıdan ince sənət adlanır. 3 gün devam edəcək. Birinci gün, yani bugün nəzəri hissədir. Yani size bu ne deməkdir? Hansı işler görülür? Dünyada ne var ne yok? Yani bu istiqamətdə söhbət edəcək. Sabah praktiki hissədir. Yani sabah bu günlərin öyrəndiklərimizi tətbiq edəcək. Birisi Orta Əsr Asr şəhəri tarix, mədəniyyət qoruğunda orada təqdimat edəcək. Hər kəs öz hazırladığını orada təqdim edəcək. Sərgilənəcək, nümayiş olunacaq. Olmuşsunuz orada. Qoruqda olmuşsunuz. Heç biriniz olmamışsınız. Əla. İndi bu sabah hazırlayacaqlarımız da oraya əlavə edəcək. Yaxşı. İndi isə mən istəyirəm ki, sizə bir sual verim. Keçən dəfəki kimi. Tullantıdan incə sənətə nədir? Yəni, bu ifadəni niyə işlədik? Tullantılı olan əşyaları incə sənətə çevirmək, yəni ondan doğru dürüst istifadə edərək, məsələn bir əşya hazırlamaq, məsələn istifadə olmayan kağızlardan ev düzəltmək, ev maketi düzəltmək və s. kimi istifadə etmək olur. Yəni heykəl düzəltmiyorlar da belgələk, yəni insan tərəfindən baxsaq bir heykəl düzəltmiyorlar. Baxın, biz nə dedik? Dedik ki, tullantıdan incə sənətə, düz deyil. Amma bunun öz də fərqlidir. Var, gördüyünüz kimi emal olunmuş tullantı incə sənəti. Emal olunmuş tullantı incə sənəti deyəndə, sizcə biz nəyə nəzərdə tuturuq? Yəni, necə bir tullantılar nəzərdə tuturuq? Plastik qablar, şüşə qablar. Şüşə qablar. Niyə onları biz bura aid edirik? Emal olunmuş tullantıya aid edirik. Çünki məncə orada yəni bir emal keçirirlər, yəni orada yerlər. Zavodda, fabrikdə istehsal olunurlar. Ona görə də onlar emal olunurlar. Məsələn, deyək ki, bu bir yerdə emal olunur. Filiz çıxır, sonra filiz saflaşdırılır, ondan dəmir alınır, dəmirdən nəsə istehsal olunur. Düzdür? Dəmir tullantı olanda artıq biz ona nə deyirik? Emal olunmuş tullantı deyirik. Məsələn, plastik deyirsiniz də, düzdür? Plastik nədən hazırlanır? Hazırlanır. Plastik nədən hazırlanır? Yəni, ən çox istifadə edilmiş şey neftdən hazırlanır. Neftdən çoxlu materiallar alınır, həm də plastik alınır. Başqa nə alınır, məsələn, nələr deyə bilərsiniz? Neftdən resin alınır, sabun alınır. Sonra? Maşın təkərləri. Maşın təkəri alınır, sonra? Sonra arabalar təkərləri. Maşın təkərləri, sonra? Ayaqqabılar. Benzin alınır. Ayaqqabılar necə resim olduğuna görə, sonra? Hətta yiyir olur. Məsələn, yağlar var, margarin yağlar. Margarin olan yağların elələri var ki, onlar, o da neftdən alınır və biz onu yiyirik. Deməli, bunların hamısı, məsələn, getsən desən ki, bu nefti yiyə bilməli, düzdür? Və ya onu nərəsə istifadə edə bilməli. Amma o emal prosesini keçəndən sonra o, biz ondan, deyək ki, məhsul alır. Və alandan sonra da biz artıq o tullantı kimi ortaya çıxandan sonra biz artıq onu necə idarə edəcəyimizi düşünürük. Yəni, çeşiddə deyil, bu hansı öz yerində. Keçən dəfə biz sıfır tullantıdan danışırıq, düzdür? Amma indi biz ondan danışırıq ki, artıq tullantı var. Amma bu tullantını gəlin elə dəyərləndirək ki, o həm də bir əsərə çevrilsin. Bu mənada emal olunmuş tullantı incə sənəti atılmış tullantıların yeni bədii ifadəyə çevrilməsidir. Bədii bir ifadəyə. Bədii bir ifadə deyəndə biz nəyə nəzərdə tuturuq? Biz öz beynimizdəki, təxəyyülümüzdəki yaradan biləcəyimiz əsərləri nəzərdə tuturuq. Elə bir şey eləyə bilərik ki,
O indiyə qədər heç kimin ağlına gəlməyib. Və onu siz kəşf edəmişsiniz. Siz bunu, hətta bu təkcə əsərin öz mənasında deyil, əsərin texnikası mənasında da biz onu kəşf edə bilərik. Biz onu yeni bir məhsul ortaya qoya bilərik. İncəsənətin bu növü təkcə yaradıcılığı nümayiş etdirmir. Həm də müasir dünyamızda davamlılığı göstərir. Yəni, biz necədir? Emal elədi, bu əvvəl xammal idi, bunu emal elədi, biz onu istifadə elədik, bu tullantıya çevrildi və tullantıdan sonra biz yenidən onu davamlı əsərə çeviririk və ya başqa, yəni bir vasitə kimi istifadə edirik. Yəni, buradakı davamlılıq neyir? Yəni, tullantıya çevrildi, artıq bunun ömrü bitdi, elə deyil. Bu həm də davam edir, bu proses davam edir. Necə davam edir? Əsər kimi davam edir. Zibilxanada yığılıb qalacaq o qədər materiallar var ki, bunların bəzilərini yandırırlar, amma bəziləri yerdə qalır, əsrlərlə, illərlə qalır, nə edir? Çürüyür. 10 milyon dollar yardım toplar. İndiyə qədər müxtəlif layihələrə, elə layihə var ki, ona, yəni böyük bir layihədir, 10 milyon dollar vəsait toplar. Elə təşkilatlar da var ki, həm uşaqlar üçün, həm də böyüklər üçün foto dərsləri edirlər ki, onlar təbiəti nə edirsin, çəkib sənətləşdirə bilsinlər. Baxın, 2015-ci ildə, yəni bu təkcə bizi düşündürmür. Bu, ölkəmizdə çox yerlər düşündür. O cümlədən Heydər Əliyev Fondu adını eşitmişsiniz da, Heydər Əliyev Fondu. Heydər Əliyev Fondu da bu incəsənət məsələsini çox düşünür və belə qərara gəlib ki, 2015-ci ildə təmiz şəhər, bizimki nə idi? Təmiz kənd, düzdür? Təmiz şəhər, açıq tipli səhmdar cəmiyyəti yaradır və Bakı şəhərində yerləşən qalan Dövlət Tarix Etnografiya Qoruğunun ərazisində Tullantıdan Sənətə Muzeyi yaradır. Biz sizinlə həmin muzeyə gedəcəyik Bakıda, Bakı şəhərində. İndi biz regional idarənin rəhbərliyi ilə dəqiqləşdirib gedəcəyik. Ona görə də siz valideynlərinizin nömrələri müəllimlərinizdə olmalıdır ki, onlarla da sıx əlaqədə olsun ki, kimlər, necə, hansı şəkildə iştirak edəcəklər. Yaxşı? Deməli, bu muzeydə çoxdur. Biz zibil kimi gördüyümüz, amma sənətkarların əlləri ilə gözəl əsərlərə çevrilmiş çoxlu sayda material nümayiş olunur. Özünüz orada görəcəksiniz ki, necə o tullantılar əsərə çevrilirlər. Məsələn, nədən hazırlanır? Həmişə plastik butulkanın adını çəkirsiniz. Yəni, bu hər kəsin bildiyi bir şey. Plastik butulkalar, polietilen torbalar, köhnə uşaq arabaları, məsələn, Muradın çoxlu arabaları var. Arabanın birinin təkəri düşür, birinin qapısı qırılıb, birinin damı yoxdur və nəticədə bu bir ziblə çevrilir. Düzdür, tullantıya çevrilir. Murad yeni araba istəyir, amma bu köhnəni nə deyəcək? Biz bu köhnəni Muradın vasitəsində nə deyə bilərik? Biz onu əsərə çevirə bilərik. Murad çox gözəl bir əsər ortaya çıxara bilər. Oyuncaqlar, çox oyuncaqlar var. Köhnə maşın hissələri, tullanmış sigaret kötüyləri, bunların hamısını əsər kimi istifadə edirlər. Əsərdə material kimi istifadə edirlər. Çoxlu sayda bizim materialımız olur. Mən 2 nümunə qoymuşam burada. Baxın, bunu tanıyırsınız da, bu nədir? Buluşiger, düzdür? Yəni, buluşigerdən əsər yarar. Və ya, bunu da tanıyırsınız da, maşının diskləri. Bizə elə gəlir ki, amma orada axtarsaz, rəssamın, sənətkarın özünün böyük bir təxəyyülü, bəlkə də hansısa bir fəlsəfi fikir, ideya, biz deyirik ki, bu nədir? Məsələn, bu nə ola bilər? Deyək ki, nəyə oxşuyur? Diskiyə, maşın... Bu bildirmə diskidən başqa nəyə oxşuyur? Diskini başa düşdüyük. Bax, burada görsən, yaxını körməz. Bu
şu qırılmış şüşələrdir, bunlar var. Lupa yok. Hansı həşərata oxşuyur. Lupa. Həşərata, düz deyil. Qırdılar. Məsələn, deyək ki, oxşuyur və başqa bir... Yəni, burada göstərmək istədiyi, burada necə ki, bir insan silüetidirsə, burada da bir heyvan, yəni, təsvir edir. Bunu da hamımız tanıyırsınız da, düz deyil. Aha. Yastık. Amma bu texnikanın adı nədir? Bu işin adı nədir? Aha. Nədir bunun adı? Bax, bu texnikanın adı nədir? Eşitsiz. Nə deyirlər bu sənətin adına? Hətta bunun festivalı da olur. Bakıda hər il nə? Yarmarka olur. Amma yarmarkada bunları satışı olur, müxtəlif şeylər. Amma bu nədir? Yəni bunun adı nədir? Bunun texnikası nədir? Qurama. Bunun adı qurama əsəridir. Görürsünüz, məlumatsız. Bu qurama əsəridir. Niyə qurama deyirlər? Çünki quraşdırırda hər şeydən var çıxır. Nə bilim, bu deyək ki, nənəmin paltarından bir hissədir. Bu, nə bilim, hansısa döşəkdən cırılmış bir hissədir. Bu hissə, nə bilim, hansısa bir köynək olub, köynəyin hissəsidir. Nəticədə bizim gördüyümüz bu əsər ortaya çıxır. Adı nə oldu? Qurama. Qurama sənəti. Bu da onun səbəblə döşəyi, bəli, yastıqda deyək ki, döşək. Bu isə bir, deyək ki, stol üstü, müxtəlif. Yəni, bunlar hamısı nədən əmələ gəlir? Atılmış parçalardan atılan parçalardan. İndi, yuxarı məktəbə dəvət eləmişik, amma bilmirəm, bura gələrmi, yəni, orada danışarıq. Yəni, vaxtı olsa, gətirmək şey olsa, gəlsə yaxşı olar, yəni. Bir öz kəndimizin bu işi davam elətdirən, yəni bir qadın nümayəndələrindən birisini dəvət etmək istəyirik ki, gəlsin o sizinlə bir yerdə işləsin. Görün, məsələn, maraq, o deməkdir ki, bizdə o davam edir. Biz onu davam elətdiririk, yəni. Və sizə ötürmüş olsun. Parçalardan yaranan xatir, adını belə deyilir. Qurama müxtəlif parça qırıqlarının bir-birinə tikilməsi ilə hazırlanan sənət olunur. Qədirdən istifadə olunur. Nənə-babalarımız evdə artıq qalan parçaları atmırdılar. Görürsünüz, sıfır turlantı əvvəldə varmış. Əvəzinə onlardan yorğan üzü, pərdə, boğça, balış üzü və başqa əşya. Bunun adına, bunların hamısının adına. Biz nə deyirik? Sənət olaraq qurama sənəti deyirik. Başqa yerlər də var. Türkiyədə var, Amerikada, yəni hər kəs onu istifadə edir. Məsələn, ən sadə qurama növü ortasında bir kvadrat parça və onun ətrafına tikilən zolaqlardan ibarətdir. Hər bir fiqurun öz mənası var. Və burada material olaraq biz iynə, sap, qayçı, bu şeylərdən istifadə edirik. Qurama sənətinin məşğələ planı, yəni əslində sabah olsa, bu hissəni sizə göstərəcəyik. 40 dəqiqə kimi olur. Materiallarımız nədir? Müxtəlif parça hissələri, rəngli, naxışlı, köhnə geyimlər, bunlar ola bilər. Getirə bilərsiniz? Yəni, parçalar getirə bilərsiniz? Parça qırıntısında var. Yəni, hamı oğlanız? Yəni, köhnə geyim yoxdur? Var. Hamı da var, öyle mi? Ben şöyle göstereyim. Parçalar var. Böyük parça lazımdır, yəni. Bir de arkadaşlar. Bir də şətər deyil, baradığımız şeylərdə, xırdalıqlı şeylər. Kəsici qayçı, yəni, sonra yapışqan və sap iynə, qalın kağız, bez də ola bilər, bez hissəsi də ola bilər, şablonlar, ürək forması,
sonra ulduz, ev, güllər. Yəni təkcə biz vacib deyil ki, biz onu döşəyik. Biz onu adi stol üstünə sərilən, məsələn deyək ki, süfrə kimi deyirlər. Və müxtəlif də, yəni bizim özümüzdən asıl. Ürək məsələn yazıb burada, elə bir qeydlərdən ki, elə ürək formasında olar. Bu materialları sabahları özünüzlə praktik məşğəliyə gətirərsiniz. Məşğələrin gedişi haqqında, mən qısa ilə sizə qurama haqqında məlumat verdim, bunlar olacaq. Amma parça hissələri təqdim olacaq sizə, bəyəndiyiniz parçaları seçəcəksiniz və onlara yəni şablon olacaq əlinizdə və o şablon əsasında forma verəcəksiniz. Deməli, parçaları kəsəcəksiniz və əvvəlcədən verilmiş forma üzərində yapışdıracaqsınız. İstəsəniz onu da iğnə ilə sapla işləyək. İğnə sap işləyə bilirsiniz? İçə bilirsiniz? Mən istəyirəm ki, sizə bu məqamda emal olunmuş tullantılarla işləyən bir məşhur, yəni sənətkar haqqında söhbət edən Chris Jordan. O deyir ki, kiçik şeylərə fikir verin. Çünki onlar birlikdə böyük problem yaradır. Eləcə də tək-tək. Məsələn, deyək ki, bir plastik butulkanı atıblar. Bir dənə şeydə onun nə dəxli var ki? Amma birazdan taxıb görürsən ki, bu plastik butulkanın böyrü dolu olur qalmaq. Yəni, çoxlu plastik butulkanlar. Çoxlu zibil. Ona görə də birincini götürmək lazım. Birinci götürüldü, ondan sonra insanlar biləcəklər ki, oraya heç nə atılmır, oraya bir şeyi atmayacaqlar. Deməli, çünki dünyada nə qədər insan var? 8 milyarda yaxın insan var. Hər plastik atsa, nəticədə görün, nə burada bir təhlükə bəlkədir. Ona görə də Chris Jordan elə bir fotolar çəkirdi ki, elə fotolar çəkir ki, insanları cəlb etsin. Nə deyir burada? Məsələn, deyək ki, böyük zibillikləri gözəl şəkillərə çevirir. Amma bu gözəllik bizi düşündürür. Çünki tullantılar həm resursları tükənir, həm də təbiəti çirklənir. Görürsünüz, burada Midway arasından çəkir, Midway arası. İndi sizə Midway arasından bir foto göstərəcəm. Nədir bu? Nədir bu? Kompüterin Aha, çip hissələrdə, yəni sxemlərdə olduğu hissələrdə. Yəni, biri olsa, amma elə deyil, görün nə qədər bütün insanlar istifadə edirlər. Və bunlar təhlükəlidir. Bunlar yana bilmir, bunlar özündən, yəni, buna baxın. Quş, baba quş. Bir quş ölüb. Amma qarnında göründür də plastik və digər şeylər var. Öləndən sonra çürüyüb, fotoğraf onu görüb, onun şəklini çəkir. İndi bir düşünün. Atdığımız şeylər nə qədər, yəni, heyvanlara da necə təsir edir? Yəni, rəssam, incəsənət xadimi, bu yaradıcı adam nəyi göstərmək istəyir? Onu göstərmək istəyir ki, bəli, tullantılar təbiətdə nə boyda ziyandır. Görürsünüz, quşlar onu yeyirlər və nəticədə həzm edə bilmirlər və ölürlər. Maşınlar, gəlin hamımız maşınalar, maşınımız olsun, maşın. Maşınlar başlayır köhnəlir, sonra xarab olur, ondan sonra tullantıya çevirilir və qalaq maşınlar əmələ gəlir. Bu, deyək ki, bir ölüxanadır, yəni maşın ölüxanası. Bunlar nasıl presləniblər? Artıq
Yani böyle bir problem. Görün ne kadar bura resurs yani istifade olur. Demir, ne bileyim, gündüz, ışık, elektrik, yani bütün bunun istifade için ne burada resurslar, ehtiyatlar istifade olur. Yani neticede ne olur? Birden geriye kalan toplantıdır yani. Yine de toplantı. Bakın. Şüşe. Yok. Paraşok. Ben paraşok. Ben paraşok. Nerede? Köpük. Ben de paraşok. Telefonlarımızın adaptörleri, şunları, onlar. Ressam görsünüz, fotoğraf ne diyeyim? Göstermek ister ki, biri elbette problem, belki de değil yani. Ama bu toplananda, görün ne boyda bir insanlar problem yarattıklarını düşünürler. Düz değil. İndi ise başka bir El Aksu'yu Nijerya'da Afrika'dadır ve orada yaşayır, orada faaliyet gösterir. Çok maraqlı işler yapır. Mesela, deməli, Şuşa butulka qapaqlarından, maniyok tükəclərindən, qəzet çap lövhələrindən, yəni onların tullantılarından əsər yaradır. Çoxlu əsərlər yaradır. Və biz indi onun bir neçə burada əsərinə baxacağıq. Baxın, bu bir əsər, düz deyil. Adam görsün də bu, görün də bu əsər. Sizcə bu nədir? Xalat. Muhtar, yani nedendir bu? Neden hazır mı? Yazmışım değil mi? Bunda. Ben eski butulkalarını kapaklarını bildiğimizde kolanın, fantanın, şüşe kabların kapaklarından görün ne bu da eser yani. Hamısı kapak. Ve insan bakışır. Yani o ne demek istiyor? O demek istiyor ki bu kadar zibil hem de neye çevirirler? Esere çevirirler. Mesela burada da eğlen atılmış yani mefdiller, ne bileyim demir hisseleri onların hamısını bu cür işleyip yığıp ve neticede bir, hatta bunlar renkli görürsünüz. Yani bir eser ortaya çıxar. Yəni, demək istədim odur ki, texnikasını siz özünüz də fikirləşə bilərsiniz ki, nələr düzəltmək olar. Amma əsas olan odur ki, sən fikirləşəsən ki, necə bir fərqindəlik yarada bilərik. Bu mövzuda çoxlu saytlar var. Mən bəzilərini qoymuşum burada. Siz nəsə hazırlamaq istəsəniz, yəni tullantıdan bir sənət əsəri hazırlamaq istəsəniz, müxtəlif saytlardan məlumat götürə bilərsiniz. Plastik butulkadan heykəl düzəltmək. Özünüz bir heykəl formasını düşünəcəksiniz. İstifadə olunmuş butulkalardan toplayacaqsınız. 1, 2, 3, necədir də. Sonra onları yaxşı yuyursunuz, kağızları, məsələn deyək, çox şeyləri təmizləyirsiniz və müxtəlif plastik olanlardan müxtəlif formalar kəsib verə bilərsiniz. Yəni, nəfəsirsəniz, nəyisə yapışqanla yapışdıra bilərsiniz və ya lentlə, və ya məftillə, və ya iplə onu ora tikələ bilərsiniz. Nəticədə sizin hansısa bir lövhənin üzərində heykəl formasını düzəldə bilərsiniz. Jurnallardan şəkillər kəsirlər. Məsələn, deyək ki, evdə qəzet olsa, deyək ki, hansısa bir jurnal olsa, o jurnallardan atılan hissəsində, yəni artıq o jurnallar sizə lazım deyil. Oradan müxtəlif deməli, fotoları kəsib, o kolajda istifadə edə bilərsiniz. Amma bir eləsi var ki, bu tək-tək özünüzün eləyə biləcəyiniz. Bir də var, ümumi qrup şəklində kollaj edirlər. Yəni, kollaj daha da deyil, installasiya şəklində. Məsələn, deyək ki, çox böyük bir şey əldə və oradan, məsələn, deyək ki, 15 nəfər deyilik,
15 nəfər öz kvadratını yaradır. Öz kallaşını yaradır və bu kallaşın hamısını biz nə edirik? Birləşdiririk bir instansiyada və bu instansiyyanı hər hansıda asmaq da olar, yəni əsər kimi görünsün.